Evrəndə ən dəyərli şeyin qızıl və ya almas olduğunu düşünürük. Amma əslində ən nadir şey taxtadır. Fikir verin. Mənə qızıl verin, sizə taxta verim desəm, bəlkə də ən sərfəli alver olar. Çünki kainatda qızıl və almaz o qədər də nadir deyil. Hətta bəzi planetlərin tamamilə almazdan ibarət olduğu düşünülür. Bəzi qaz nəhənglərində isə alimlərə görə almaz yağışı yağır. Qızılda ulduzların daxilində yaranır. Neytron ulduzlarının toqquşması kimi nəhəng kosmik hadisələr də əmələ gəlir. Yəni yaranması çətin olsa da, kainatda bir çox yerdə tapılan metaldır. Amma taxtanın yaranması üçün həyat lazımdır. Günəş işığı, su, karbon, DNT, milyonlarla illik təkamül. Bildiyimizə görə bunu bacaran yeganə planet Dünyadır. Yəni kosmosda bir yerdə taxta tapsaq, bu demək olar ki, orada həyat var deməkdir. Fikirləşin, bəlkə də kainatın ən qiymətli materialı qızıl yox, bir ağac parçasıdır.